Salam dostlar. Bugün sizə daha bir nağıl oxuyacağıq. Nağılın adı Mədə, ayaqlar və beyin nağılıdır. Bir gün mədə ilə ayaqların sözü çəp gəldi. Onlar mübahisə etməyə başladılar. Mədə deyirdi ki, mən sizdən güclüyəm. Ayaqlar deyirdi, yox, biz səndən qüvvətliyik. Mübahisə getdikcə böyüyürdü. Axırda sağ ayaq mədəyə dedi: "Bura bax, səni istədiyin yerə aparan bizik. Biz olmasaq, sən necə doyarsan?" Sol ayaq da onun sözlərini təsdiqlədi. Mədə dedi: "Siz nə danışırsınız? Əgər mən ac olsam, sizin yerinizdən tərpənməyə halətiniz olmaz." Bu mübahisəni eşidən beyin sözə qarışaraq dedi: Dostlar, mübahisə etməyin. Hər birimiz digərlərimizə çox gərəkdir. Əgər biz bir-birimizlə mehriban olmasaq, üstündə yaşadığımız vücuda haqsızlıq etmiş olarıq. Beynin sözləri mədənin də, ayaqların da ağlına batdı. Onlar bir-birindən üzr istəyib, həmin gündən mehriban dolanmağa başladılar. Kanalımızı bəyənirsinizsə, FM Animasiya YouTube səhifəsinə abunə olmağı unutmayın.